Səhv istəyir. Keçmiş zamanda olan feildir. Yenə zaman zərfidir. Quruluşca məftun etmişdim. Muş var keçmiş zamandadır. Yenə zaman zərfidir. Quruluşca sadədir. Tarın yəli halda olan konkret isimdir. Səsi mənsubiyyət şəkilçili mücərrəd mənalı isimdir. Bəli, mənsubiyyət şəkilçisidir. Mücərrəddir. Hamını qeyri-müəyyən əvəzlikdə 3-cü şəxsi mənsubiyyət şəkilçisi ilə işlənib. Bəli, 72-ci sualın cavabı E variantı. Səhvdir yəni. Çünki hamını ümumiyyətlə burada mənsubiyyət deyil, təsirli haldır. Əgər mənsubiyyət olsaydı S bitişdiricisindən işlənərdi. Yəni bitişdiricini belə dəyişərdi. 73-cü suala baxaq. Vəzirin fikirləri məclisdəkilərdən tək Əli xanı qane etmədi. Cümləsindəki sözlərin morfoloji izahı ilə bağlı səhv istəyir. Məclisdəkilərdən sifətli quruluşça düzəltmədir. Bəli, dəki var burada. Axırıncı leksi şəkilçi dəkidir. O sifət düzəldir. Qane etmədi xəbər şəklindədir. Bəli, di var xəbər şəklindədir. Xanı Əli xanı təsirli haldadır. Bəli. Tək qoşmadır. Deyil. Tək qoşma deyil. Ədatdır burada. Cavabımız D variantı. Tək qoşma olsaydı bitişik yazılardı. Həm də bənzətmə bildirərdi. Bunların heç birini eləmir. Keçirik 74-cü suala. Tələbələr gülə-gülə auditoriyadan kənara çıxaraq həyətə endilər. Burada gülə-gülənin yazı tərz hərəkət zərfidir. Xeyr, gülə-gülə feili bağlamadır. Cavabımız C variantı. Zəng çalınanda meydançada söhbət edən şagirdlər yuxarı qalxdılar cümləsində səhv istəyir bizdən. Meydançada düzəltmə isimdir. Zəng çalınanda adlıq, şagirdlər yuxarı qalx, o da adlıq. Sadə isimlərdir, bəli. Çalınanda söhbət edəndə biri məchul, digəri məlum növdədir. Səhvdir. Zəng çalınanda olacaq öz-özünə çalınır, qayıdış növ və yaxud da ki, başqa kontekstdə məhsul növ. Amma söhbət edən çalınanda feili bağlamadır, amma söhbət edən feili sifətdir. Bu yazıb ki, ikisinə də feili bağlamadır. Cavabımız C variantı. Keçirik 76-cı suala. 76-cı sual. Qulağına həmişə firuzə qaşlı sırğa taxardı. Sırğanı taxardı. Çox güman ki, bunu ağladacaq. Qeyri-müəyyən təsirli haldadır sırğa. Cavabımız D variantı. 77-ci suala baxaq. 77-ci sualda deyir ki, deməli, cümlələrin hər ikisinin aid ortaq cəhəti tap deyir. Biz də bir dəfə yayda meşədə azmışdıq. Nazim düşündü, sonra astadan dilləndi. Deməli, baxaq. Feil xəbər şəklində keçmiş zamanda quruluşca sadədir. Azmışdıq, mış var, di var. Bəli, xəbər şəklindədir, keçmiş zamandadır. Quruluşca sadədir yazır, amma dilləndi düzəltmədə axı A olmaz. Düzəltmə zərf işlənmişdir. Gəl baxaq, yayda düzəltmə zərfdir. Bir də burada ikinci cümlədə 2 dənə zərf var. Bir sonra zərfi, çıxışlıq haldan sonra gəlməyib. Bax, qoşma deyil. Zərfdir. Sonra zərfi. Bir də astadan dilləndi. Necə dilləndi? Tərz hərəkət zərfi düzəltmədir. Dan orada leksikdir. Bəli, hər ikisində düzəltmə zərf var. Keçirik 78-ci testdə. Pristavın xörəyindən quldurlara da azmaz çatırdı. Deməli, azmaz burada miqdar zərfidir. Yazıb ki, azmaz sifətdir. Səhvdir. Cavabımız B variantı. 79-cu sual. Bir nəfər şəxs irəli çıxıb ona yaxşı tanıdığını dedi. Səhv istəyir bizdən. Deməli, cümlədəki sözlər quruluşuna görə sadədir yazır. Bəli, sadədir hamısı. Cümlədəki numarativ söz işlənib. Bir nəfər var, bəli. Həm təsvirlənən, həm də təsvirlənməyən feil var. Çıxıb
təsviflənməyən feili bağlamadır çıxaraq dedi təsviflənən, tanıdığı da təsviflənməyən. Yer və tərz hərəkət zərfləri işlənib. Yer, irəli, yaxşı tərz hərəkət. Bütün əsas nitq hissələrinə aid söz işlənib. Baxaq. Bir say. Nəfər isim, şəxs isim, irəli zərf, çıxıb feil, onu əvəzlik, dedi feil, tanıdığını dedi feil. Deməli nə qaldı? İsim işlənib. Amma sifət yoxdur axı bu cümlədə. Bax sifət yoxdur. Ona görə də cavabımız E variantı olacaq. Yaxşı ilə anlatmaq istəyir. Yaxşı da burada zərfdir. Keçirik 80-cı testə. 80-cı test. Nə deyir 80-cı testdə? 80-cı testdə deyir ki, elələrinə bizim şəhərimizdə az təsadüf edilir. Səhv istəyir bizdən. Elələrinə işarə əvəzliyi zərfin yerində işlənib. Düzdür, elələrinə işarə əvəzliyi, amma zərfin yerində işlənməyib, ismin yerində işləyib. Kimlərə? Bir səhvdir. Bizim şəxs əvəzlikdir, yəlik haldadır. Bəli. Şəxs əvəzliyidir. Oradakı im şəkilçisi yəlik hal şəkilçisidir. Mənsubiyyət deyil. Burada mənim bizim sözlərində yəlik hal şəkilçisi im formasına düşür. Şəhərimizdə sadə isimdir, mənsubiyyət və hal şəkilçisi imiz də. Bəli, qəbul edib. Az qeyri-müəyyən miqdar sayıdır. Xeyr, hərəkətə aiddir. Zərfdir. Miqdar zərfidir. Qeyri-müəyyən miqdar sayı deyil. Təsadüf edilir, indiki zamandadır, məhsul növdədir. Xeyr, indiki zamandadır, indiki zamanda olmalı, amma şəxsi növdədir. Deməli, cavabımız 1, 4, 5. D variantı olacaq. 81-ci testi keçək. Mənim uşaqlıq illərim kənddə keçib. Səhv istəyir bizdən. Deməli, baxaq, mənim şəxs əvəzliyidir. Yəlik haldadır. Düzdür. Uşaqlıq düzəltmə isimdir. Yəlik haldadır. Saxlayaq. İllərim sadə isimdir. Cəm və mənsubiyyət şəkilçisi qəbul etmişdir. Bəli. Kənddə yönlük halda olan isimdir. Cavab səhvdir. D variantıdır cavab. Kənddə yerli haldadır. Keçib feildir, keçmiş zamandadır. Bəli, keçmiş zamandadır. İb feili bağlama dövrün cümlənin xəbəridir, feili bağlama xəbər ola bilməz. İllərim, uşaqlıq düzəltmədir. Mənim uşaqlığımın, yəni uşaqlığın illəri kimi mənasında sadəcə orada mənsubiyyət dəyişir. Keçirik 82-ci testə. Gəlsənə biraz burada onu gözləyək cümləsində sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səhv istəyir bizdə. Yazır ki, onun şəxs əvəzlikdir, təsirlik haldadır, təkdədir, bəli. Biraz miqdar zərfidir, bəli, biraz gözləyək, hərəkətə aiddir. Burada yer zərfidir, qururca sadədir, bəli. Gəlsənə feildir, əmr şəklindədir, ikinci şəxsin təkindədir. Xeyr, burada ədatdır, qüvvətləndirici ədatdır. Həqiqi hərəkət yoxdursa, gəlsənə, qoysana, həqiqi icraat yoxdursa, onlar ədat olur, feil olmurlar. 83-cü testə keçək. Deyəsən, o da məsələdən xəbərsizdir. Elə səhv istəyir, elə cavabımız A variantı. Xəbərsizdir, yazıb feildir, səhvdir, sifətdir. Sız leksik sifət düzəldir orada. Bal tutan barmaq yalar cümləsindəki isimlərin morfoloji xüsusiyyəti. Burada deməli biz balla işləyəcəyik, bir də barmaqla. Hər ikisi qeyri-müəyyən təsirli haldadır. Balı tutan barmağı yalar. Deməli, hər ikisi sadədir, düzdür. Hər ikisi nə sualına cavab verir? Bəli, qeyri-müəyyən təsirlə qeyri-müəyyən yəliyin sualı nədir? Birincisi adlıq, ikincisi təsirlik.
Səhvdir. İkisi də təsirli. 3. Hər ikisi cümlədə mübtədadır. Səhvdir. İkisi də bağlı burada müstəqil cümlə üzvü deyil. Barmaq da tamamlıqdır. Bu da səhvdir. Cavabımız bəlli. B variantı. 5-ci fikrə də baxaq. Birincisi deyir təsvirlənməyən feillə, ikincisi təsvirlənən feillə əlaqəyə girib. Bəli, birincisi feil sifətlə əlaqəyə girib, ikincisi xəbər şəklində olan feillə əlaqəyə girib. 85-ci sual. Deməli, hər tərəf qalın dumana bürünmüşdür. Cümləsindəki sözlərin morfoloji xüsusiyyətləri ilə bağlı səfir istəyir. Deməli, yazır ki, burada hər təyin əvəzlikdir, tərəf qoşmadır, istiqamət bildirir, qalın sadə sifətdir, dumana sadə isimdir, yönlü haldadır, bürünmüşdür, feildir, xəbər şəklindədir. Burada deməli cavabımız B variantı olacaq. Çünki tərəf qoşma deyil, isimdir, istiqamət bildirmir. Keçirik 86-cı testə. Şübhəsiz ki, bütün imtahanları müvəffəqiyyətlə verəcəksiniz. Səhv istəyir, müvəffəqiyyətlə sifət deyil, zərfdir. Cavabımız C variantı. Axı sirrimi təkcə sənə deyirəm. Cümləsində səhv istəyir. Birinci şəxsin mənsubiyyəti var, təsirli haldadır, bəli, sənə əvəzlikdir, yönlü haldadır. Təkcə burada ədatlı yazıb zərfdir. Yalnız sənə deyirəm, yalnızla əvəz olunur. Necə sonuna cavab verməz, yalnızla əvəz olunur. Qoyun mən sözümü deyim də. Da cümlənin təsir gücünü artıran ədatdır, düzdür. Deməli, deyim mənsubiyyət şəkilçisi isimdir, səhvdir, deyim feildir burada. Mən sözümü deyim, nə idim? 89-cu. Yeni məhəllələrdə idman meydançaları yaradılmışdır. Baxaq. İdman yəli halda olan isimdir. İdmanın meydançaları, bəli, qeyri-müəyyən yəli haldadır. Məhəllələrdə yerli halda olan isimdir. Bəli, yaradılmışdır. Qayıdış növdə deyil, məhsul növdədir. Kimlərsə yaradıbdır, öz-özünə yaradılmayıb. 89-cu testdə belə cavab C variantı oldu. Elə bil əvvəlki yorğunluqdan və əzginlikdən heç nə qalmamışdı. Cavabımız səhv istəyir, cavabımız A variantı olacaq. Əvvəlki ki, dakı sifət düzəldir. Bu isə yazıb ki, zərfdir. Olmaz. 91-ci test. Sən deyəsən məni yaxşı tanımırsan. Səhv istəyir, yaxşı zərfdir. Hərəkət aiddir, sifət deyil. 92-ci test. Üzümçülük rayonu birləşməsində üzümçülüyün səhvini istəyir. Adlı haldadır yazıb, xeyr, qeyri-müəyyən yəli haldadır. 93-cü test. Mənim qapım hamının üzünə açıqdır. Doğru fikirlər istəyir burada. Baxaq. Mənim mənsubiyyət şəkilçisi qəbul etmiş şəxs əvəzi idi. Mənim bizim əvəzlikləri mənsubiyyət qəbul eləmir. Bu şəxs əvəzlikləri ümumiyyətlə mənsubiyyət qəbul eləmir. Yəlik qəbul edir və mənim bizimdə də informasına düşür, yəlikdir. Bu səhvdir, bizə lazım deyil. Qapım isimdir, adlı haldadır. Bəli. 3-cü nömrə əsas tərəfidir, 3-cü nömrə mübtəda olarsa əsas tərəfi adlı halda olur. Qapımdakı mənsubiyyətdir və orada heç bir hal şəkilçisi olmadığına görə adlı halda olacaq. 2-ni götürdük cavaba. Hamının təyin əvəzidir. Hamının təyin əvəzidir, olaraq qeyri-müəyyən əvəzidir. Üzünə isimdir, mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir. Bəli. 2, 4 cavab oldu. 5-ci fikrin səhvini çıxardaq. Açıqdır, feildir, xeyr, açıqdır, sifətdir. 94-cü testə keçək. Ehtimal ki, bu dağlarda qazıntı yerlərinin çertyoji idi. Ehtimal ki, bu dağlardakı qazıntı yerlərinin çertyoji idi. Ehtimal ki, moda sözdür, bəli. Bu işarə vəziyyəti nə sualına cavab verir? Bəli, vergül qoyulub. Hansı yox, nə sualına cavab verir?
1-2 doğru. Dağlardakı yer zərfidir. Xeyr, dakı sifət düzəldir. 3-ü götürdük cavaba. Qazıntı feildən düzəlmiş isimdir, adlı haldadır. Xeyr, feildən düzəlib isimdir, amma yəli haldadır. Qazıntının yerlərinin. 4-ü götürdük cavaba. Yerlərinin sadə isimdir, mənsubiyyət və hal şəkilçisi qəbul edib, bəli. Çertiyoji isimdir, təsiri haldadır. Təsiri halda deyil. Birincisi təsiri halı xəbər ola bilməz. Cavabımız A variantı. Buradakı mənsubiyyətdir. Qazıntı yerlərinin çertiyoji. Keçirik 95-ci testdə. Bəs yazdıqlarımı niyə özünlə aparmırsan? Bəs yazdıqlarını niyə özünlə aparmırsan? Səhv istəyir bizdən. Deməli, baxaq, özünlə əvəzlikdir. Lalə bağlayıcısının qısaldılmış formasıdır. Xeyr, burada qoşmadır. Lalə bağlayıcı deyil. Deyir ki, lə ilə bağlayıcısını qısaldın. Xeyr, burada lə qoşmadır, çünki kimlə sualına cavab verir? Yazdıqlarını feil sifət təsir. Niyə sual əvəzliydi? Bəli, bəs sual edəsidir. Aparmırsan feildir, indikardadır, indiki zamandadır. Cavabımız A variantı oldu. Keçirik 96-cı testə. Yenə səhvləri istəyir bizdən. Bizim mənsubiyyət deyir, yox, bizim də yəlikdir, 1 götürdük. 2 düzdür. Hamı qeyri-müəyyən əvəzi düzdür. Çox saydı, xeyr, səhvdir, çox zərfdir. Cavabımız A variantı. Bəyəndi feildə keçmiş zamandadır, bəli, D var. Bizim yerimiz yaxşı, cəmaatımız da işləkdir. Yenə səhv istəyir. Bizim yerimiz yaxşıdır, cəmaatımız da işləkdir. Bizim şəxs səbəb düzdür. Yerimiz isimdir, mənsubiyyət düzdür. Yaxşı tərz hərəkət zərfidir. Xeyr, sifətdir. 3-ü götürdük cavaba. Cəmaatımız isimdir, mənsubiyyət şəkilçisi qəbul edib. Cəmaatımız, bəli, isimdir, mənsubiyyət şəkilçisi qəbul edib. İşləkdir, feildir, xeyr. Da ədatdır cümlənin təsir gücünün, xeyr. Da burada iştirak bağlayıcısıdır. İştirak elətdir. Yəni başqaları yerimiz də yaxşıdır, cəmaatımız da işləkdir. İşləkdir, feildir, xeyr, sifətdir. 3, 4, 6. 3, 5, 6. Cavabımız B variantı. Keçirik 98-ci testə. Məruzəçi Qarabağ məsələsinə də toxundu. Səhv istəyir. Məruzəçi düzəltmədə adlı haldadır. Qarabağ adlı haldadır, səhvdir. Qarabağ məsələsi, Qarabağın məsələsi. Yəli haldadır. Məsələsinə isim, mənsubiyyət və hal düzdür. Də qüvvətləndirici ədatdır, xeyr, iştirak bağlayıcısıdır. 4-ü götürdük cavaba. Toxundu, düzəltmə, qayıdış növdə keçmiş zamanda olan feildir. Toxundu, düzəltmə deyil axı. Toxumaqla toxunmağın əlaqəsi yoxdur. Ona görə məlum növdə olacaq, düzəltmə olmayacaq, sadə olacaq. Cavabımız nə olacaq? 2, 4, 5, C variantı. 99-cu testə baxaq. Səhv istəyir. Deməli, baxış mücərrət mənalı düzəltmə isimdir, bəli. Keçirildi cümləsində ir-indiki zamandır, xeyr. Burada ir-leksikdir, nəyi dildir. Sualın içində yoxdursa şəkilçi, deməli, o şəkilçi qrammatik deyil, leksikdir. Burada ir, zaman mövqeyi daşımır. Daha çox başqa icraat, başqasına iş gördürmə məsələsi tərəfindən baxılır və ona görə leksikdir. Bir çox səbəbləri var onun leksik olmağının. 99-cu sual C variantı. Burada D zamandır, ir leksikdir. Əgər zaman olsaydı ondan sonra leksik gələ bilməzdi. Bu kimi səbəbləri var. Bu inamlı baxışlar bizi ruhlandırırdı. Baxışlar düzəltmə isimdir, cəmdədir. Bəli. Ruhlandırırdı feilində icbar növü şəkilçisidir. Səhvdir. Ruhlandırmaq. Burada üçüncü şəxsə iş gördürmək yoxdur. Başqasına iş gördürmək məzmunu yoxdur. İcbar növü deyil, məlum növdür. Ondan əlavə
təsirsizdən düzəlir, icbar növ təsirindən düzəlir. Cavabımız B variantı. O bir variantlara da baxaq. Bizi şəxs əvəzliyidir, bəli, təsirli haldadır. İnamlı düzəltmə sifətdir. İnamlı baxışlar, bəli. Bu işarə əvəzliyidir, bəli. Keçirik 101-ci testə. Artıq mən təbii ki, sənin əlindəyəm. Səhv istəyir. Burada E variantında yazıb ki, əlindəyəm feildir. İndiki zamanda. Hərəkət yoxdur axı burada. 101-ci testin cavabı E variantı. Biz ancaq gördüyümüz işlərdən danışmalıyıq. Deməli, səhv istəyir. Danışmalıyıq yazır ki, vacib şəklində düzəltmə. Danış sözün kökü, malı, vacib şəkli, ıq şəxs xəbərlik. Axı burada leksik şəkilci görmürük biz. Bu düzəltmə deyil, sadədir. 103-cü testə baxaq. İbrahim xan xəzinə qayasının üstündə qürurla dayanmışdı. Səhv istəyir bizdən. Deməli, xəzinə qayasının, xəzinənin qayasını burada C variantında yazır ki, xəzinə adlı haldadır. Xeyr, qeyri-müəyyənlik haldadır. Nəzərə alın ki, bu uşağın boyu balacadır. Sifətdir, azaltma dərəcəsindədir. Xeyr, impresiya ilə düzəlib. İlk hecanın təkrarı və ortasına impresiya 4 samitdən birinin qoyulması nəticəsində yaranan üsuldur bu. Çoxlama dərəcəsinin morfoloji üsuludur. Cavabımız A variantı. Balaca çoxaltma dərəcəsinin morfoloji üsulundan düzəlmiş sifətdir. Keçirik 105-ci testə. Binaların tikilişi xarici texnologiyalara əsaslanacaqdır. Səhv istəyir. Binaların isimdir. Tikilişi. Mənsubiyyətdir. Yazıb ki, təsirli. 2-ni götürdük cavaba. Xarici sifətdir. Quruluşca sadədir. Səhvdir. Xarici. Xaricdən yaranıb. Ona görə də 3-ü götürəcəyik cavaba. Axı qabağına sadə yazıb, düzəltmədir. Texnologiyalara isimdir, cəmdədir, yönlü haldadır. Bəli. Əsaslanacaqdır, düzəltmə feildir. Gələcək zamandadır, qayıdış növdədir. Bəli, düzəltmə feildir, əsaslanmaq. Leksik var burada. Qrammatikdir o heç. Gələcək zamandadır, acaq var burada. Amma qayıdış növdə deyil axı. Burada növ şəkilçisi yoxdur axı. Lan şəkilçisi bütövdür. Bir dənə leksik gedir. Burada növ şəkilçisinə rast gəlmirik və bu məlum növ olacaq. Cavabımız 2, 3, 5 E variantı. Dil keçmiş dövrlərin ən ədalətli sənədidir. Doğrunu istəyir bizdən. Deməli, 6 doğrudur. Sənədidir adlı halda olan mənsubiyyət və şəxs xəbəri şəkilçisi qəbul edilib. Bəli. Təsirli ola bilməz, çünki təsirli xəbər ola bilmir. O da dir şəxs xəbərliyi bölümündə qəbul edib. Baxarıq. 6 doğru oldu. Dil mücərrəd mənalı adlı halda olan isimdir. Düzdür. Adlı halda olan mücərrəddir. İsimdir. Danışıq dilindən söhbət gedir, o da mücərrəddir. Bir doğru. Keçmiş təsdiqlənən feildir. Keçmiş zamandadır. Xeyr. Keçmiş dövrlərin, hansı dövrlərin? Həm feili sifət, həm də sifət mənasında işlənə bilər. Bu səhvdir. 2-ni götürmüş. Həm də ki, heç birinin təsdiqlənən feil olma ehtimalı yoxdur. Çünki bu niyə? Hansı sualına cavab verir? Təsdiqlənən feil xəbər şəkli mümkün deyil ki, hansı sualına cavab verir. Dövrlərin hal və mənsubiyyə şəkilçili isimdir, bəli. Ədalətli isimdən düzələn sifətdir. Bəli. Baxaq. Dövrlərin hal və mənsubiyyət şəkilçisi isimdir. Bəli də deyildim, üzr hesab edin. Bu yiyəlikdir, dövrlərin sənədidir. 3 də səhvdir.
2 də səhvdir, 3 də səhvdir. Ədalətli isimlə düzələn sifətdir, bəli. 4'ü götürdük. Ən dəqiqləşdirici ədatdır, xeyr. Ən qüvvətlendirici ədatdır. 6'ını da bayaq demişdik. 1, 4, 6. Görək varmı? Cavabda E variantı. 107-ci test. Ucalmaq üçün ağaca çıxmazlar, ağac əkərlər. Cümləsindəki səhv istəyir bizdən. Ucalmaq məstərdir, təsdiqdədir, sadədir. Ucalmaq məstərdir, təsdiqdədir, sadədir. Ucalmaq axı düzəltmədir, cavabın biri bu. Çünki ucal, eksik var. Çıxmazlar gələcək zamandadır, düzəltmədir. Axı bu da sadədir, bu da ikisine. Çıxmazlarda çıx sözün kökü, mankarlıq, arzaman, qrammatikdirlər ikisi də. Rısızlığa keçibdə, lar da qrammatik. Sadədir də bu söz. 1-2. Ağac adlı halda olan konkret isimdə ağaca əkərlər. Bu adlı halda deyil, axı təsirli halda. Cavabımız D variantı. 108-ci test. Elə, məşhur elə sözü. Deməli, elə sözü yadda saxlamaq lazımdır ki, bir əvəzlik olur, bir də ədat. Elə, ədat, biri götürəcəyik cavaba. Elə mən də bu saat onu düşünürdüm. Məhz mən də bu saat onu düşünürdüm. Dəqiqləşdirici ədat mövqeyindədir. Sən elə mövzulara toxunmamalısan. Necə mövzulara? Elə mövzulara. Sifət əvəz eləyən əvəzlik kimi. Sifət əvəz eləsə də sifət götürmür. Ya əvəzlik götürür. Zərf əvəz eləsə də zərf götürmür, ya əvəzlik götürür. Sən elə mövzu. Sifət əvəz eləyib, əvəzlik. Sonra elə düşünürük. Sonuncu hərəkəti barədə biz deyilik. Necə düşünürük? Zərf əvəz eləyib, amma əvəzlik. Deməli, ədat, əvəzlik götürəcəyik. Cavabımız E variantı. Yenə elə sözünü soruşur. Elə nəsihətləri qulaq ardına vurmaq olmaz. Bəli, burada da necə sualına cavab verirsə əvəzlikdir. Ham elə düşünürdü. Necə? Əvəzlik. Elə mən də, məhz mən də. Məhzlə əvəz olunanda ədat olur. Bir də da ilə, hey ilə işlənəndə ədat olur. Belə qısa mənası var. Əvəzlik, ədat. Cavabımız A variantı. 110-cu testə keçək. Baxaq. Deyir ki, bunu bayaq necə də ürəkdən oxuyurdun. Cümləsində bunu sifətə əvəz edən şahid. Sifəti yox, ismi sualına cavab verir. Hansı nitq hissəsinin sualına cavab verirsə əvəzlik. Onu əvəz eləyir. Bir səhvdir. Bayaq zaman zərfidir, düzdür. Necə ədatdır? Bəli, sual mövqeyində işlənməyib ki. Gücləndirici ədat mövqeyində işlənib. Ədatdır. Ürəkdən çıxışlıq halda olan sadə isimdir. Gəlin ürəkdənə bir sual verəyin, görəyin. Çıxışlıq halın sualına cavab verir o? Yox. Ürəkdən oxuyurdu. Necə oxuyurdu? O tərz hərəkət zərfi düzəldir. Orada dan leksikdir. Astadan sözü kimi. Çıxışlıq hal deyil. 1-4. Oxuyurdun keçmiş zamandadır. Xeyr. Du burada ididir. Şuhudi ilə aldatmasın səni. Irdı zaman. 1-4-5. Oxuyurdun indiki zamandadır. Cavabımız D variantı. Keçirik 111-ci testə. İçimdən xəbərin yoxdur, tanıyırsan üzdən mən. Sənin oxun tutar ancaq fələk gözdən salsa məni. Deyir ki, səhvi vermə. 3-cü misrada əvəzlik yəlik haldadır. Bəli, sənin yəlikdir. 2-ci misradakı əvəzlik təsirli haldadır. 2-ci misradakı əvəzlik, bəli, məni təsirlikdir. 1-ci misradakı isimlərdən biri çıxışlıq, digəri yəlik haldadır. Bunu saxlayaq. Bunu saxlayaq. Deməli, 3-cü misradakı isim adlı haldadır. Oxun tutar ancaq. Oxun adlı haldadır. Nümunədə köməkçilik hissəsi işlənib. Bəli, elə ancaq var. C variantı da olacaq cavab. 1-ci misradakı isimlərdən biri çıxışlıq, digəri yəlik hal olacaq. Birincisi iç isim deyil. Sifət zərf ola bilər. İkincisi xəbər. Xəbərin sözü yəli halda deyil. Adlı haldadır. Çünki xəbərin mübtədadır.
Mənsubiyyət də eyni zamanda. Keçirik 112-ci testə. Bənddəki sözlərin morfoloji təhlilindəki səhvi tapın. Sitəmin düşür yadıma, hər baxanda mən saçıma.